Salam əziz izləyicilər. Videodan da gördüyünüz kimi sezonun trendi olan sponful hazırlayacağım. Qazana 1 stəkan şəkər tozu, 2 xörək qaşığı un, 1 xörək qaşığı nişasta, 1 litr süd, 2 yumurta sarısı, 1 paket vanil töküb çırpıcı ilə topaq qalmayana dək qarışdırıram. Vamodda qarışdıraraq qatı hala gələnə dək bişirirəm. Ocaqdan götürüb biraz soyuduqdan sonra qabını dəyişib, tam soyuması üçün üzərini stres salfanla örtüb soyuducuda 1-2 saat gözlədirəm. Soyuduqdan sonra 100 ml qaymaqla mikser vasitəsilə qarışdırıb, istədiyimiz görüntüyə gəldikdə soyuducuda desertin alt təbəqəsini hazırlayana dək gözlədirəm. Sponful üçün hazır keks və yaxud da özünüz baton keks hazırlayıb istifadə edə bilərsiniz. Mən istifadə etdiyim keksin hazırlanmasını açılma bölməsində qeyd etmişəm. Keçid edib baxa bilərsiniz. Gördüyünüz qaydada keksi oxalayıb qaba ilk lay olaraq yayırıq. İkinci lay isə hazırladığımız krem olacaq. "90 qram pletka şokolad, 2 xörək qaşığı damla şokoladını benmari üsulunda əridib ilıq halda 200 ml qaymaqla qarışdırıb desertin səthini hər tərəfli örtəcək şəkildə yayırıq. Üzərinə xırdalanmış qoz səpdim. Zövqə uyğun olaraq kokos, badam, şokolad ovuntusu da istifadə edə bilərsiniz. İsti yay günlərində dondurma qədər ləzzətli, sərinləşdirici favori desertiniz ola bilər. Videomu bura qədər izləyən hər kəsə təşəkkürümü bildirirəm. Videomu bəyəndinizsə, bəyəndim işarəsinə toxunmağı, kanalıma abunə olmamışsınızsa abunə olub yaxınlarınızla paylaşmağı unutmayın.